Və diqqətli olun, bayaqki məntiq var burada. Yazıb ifadəsinin ən kiçik qiyməti -5-dir. Yəni sənə deyir ki, bura 0 ala bilir. Bunu sənə deyir ha. Yadınıza salın. Dedim içəri 0 ola bilirsə ora 0 ver, çöldəki qalsın. İndi görə bunun nəyə gəlib çıxacaq? Yəni boş mən buranı 0 mı götürürəm? Yəni nə edirəm hələ? Diqqətli olaq. Əslində o kvadrat tənliyi kimi anlaya bilərik ha. Bax bura 0 olmalıdır ki, yəni 0 ola bilməlidir ki, nə olmalıdır orada? Mənasını anlayın hələ, bir növ anlatıram. -5 qalsın. İndi gəlin kvadrat ayıraq, bir analiz eləyək. Bu olur x minus 2-nin kvadratı minus 4-də çıxıram. Nə qaldı burada? 10. Kvadrat çıxsın 5. İndi diqqətli ol. Yəni boş buranı 0 götürməklə deyil. Bura deyir ki 0 ola bilər. İndi buranın 0 olması üçün kvadratın üstünə necə ədəd gəlməlisən ki 0-a da çevrilə bilməlidir? Siz deyin. Bayaq necə gördük? Mənfi ədəd. Əla. Deməli bax bu ədəd necə ədədmiş? Mənfi. Mənfidə nə deməkdir? 0-a bərabər ola bilərmi? Ola bilər. Niyə 0-a bərabər ola bilər? Çünki burada olacaq üstü 4-də. Fərqi nədir ki? Elə deyil. Deməli bu olur belə. Onda en kiçik bərabər olur 5. 5-dən kiçik bərabər olan natural ədədlər 1-dir, 2-dir, 3-dür, 4-dür, 5-dir. Bunları topla deyir. Toplayanda nə qədər eləyəcək? 5 vur 6 bölü 2. 15 mi eləyir? Anladıq?